Cəlilabadda bir müddətdir ki, yazlıq kartofun yığımına başlanılıb. Hazırda istixana şəraitində yetişdirilmiş məhsulun yığımı ilə yanaşı, açıq təsərrüfatlarda da kütləvi məhsul yığımı davam edir. Cəlilabadda kartof yığımı bir aya yaxın da aparılır. Bu il rayonda 3000 hektara yaxın kartof əkilib. Qiymət ucuzluğu və əlavə xərclər üzündən fermerlər son illər bu sahədən kütləvi üz döndərsələr də artan tələbat yenidən bölgədə kartof istehsalına marağı artırıb. Fermerlər bildirirlər ki, örtüyaltı sahələrdə məhsuldarlıq əvvəlki illərlə müqayisədə nisbətən zəifdir. Muğan kənd sakini fermer Tehran Hüseynov deyir ki, bu il erkən əkilən kartofun vegetasiya dövründə qeyri-sabit hava şəraiti gözlənilən məhsul bolluğuna imkan vermədi. Tələbat çoxdur, amma məhsuldarlıq fermerləri qane eləmir. Müqayisə aparanda ötən il məsələn üçün 30 tona yaxındır ki, bu illəri hektara, bəli, hektara bu illəri heç 15 ton vermir. 12 ton dəyərində yəni məhsul götürürük. Yəni bu da fermerlərin heç birinə sərf eləmir. Bitkiyə düzgün və ardıcıl aqrotexniki tədbirlərin aparılmasında fermerlərə dəstəyini əsirgəməyən aqrar mütəxəssislər də məhsuldarlığa iqlim amilinin təsirini xüsusi qeyd edirlər. Nisbətən gec əkilmiş açıq sahələrdən yüksək məhsuldarlıq gözlənilir. İstehsalçılar yazlıq kartofla həm yerli bazarı, həm də xarici bazarların sifarişlərini təmin edirlər. Yerli məhsul istehsal olunubsa, xarici ixal olunan məhsulların qiyməti aşağı düşübsə, açıq sahələrdə faraş kartofun yetişdirilməsi istehsalı zamanı təbii ki, qiymətlərimiz aşağı düşəcək. Hazırda qiymətlər məhsulun çeşidinə görə təxminən 70 qəpik 1 manat civarında dəyişir. Bu günədək rayonda 15-16 min ton məhsul tədarük olunub. Onun da 13 min tondan artığı xarici bazarlara ixrac edilib. Açıq sahələrdə yığım davam etdikcə ixracın potensialının artacağı da gözlənilir. Əyyub Məmmədov, Samir Qurbanov, Zahid Aydınoğlu, Cəlilabad.